bir cümlə idi. Sadəcə bir cümlə. Amma elə Aşura günündən bu günə qədər hələ də insan yetişdirir, kimlik qurur və cəbhə yaradır. İmam Hüseyn əleyhissalam buyurdu: "Heyhat minnə zillə." Zillət bizdən uzaqdır. Bu nə deməkdir? Yəni biz alçaqlıq və xarlıq əhli deyilik. Nə o gün, nə bu gün, nə də sabah. Allah da elə bu sözü Qur'anda bizə buyurub: "Ellezîne yettehizûnel kâfirîne awliyâe min dûnil mu'minîne ayabtagûne indehumul izzete fe innel izzetallahi cemi'a." O kəslər ki, möminləri qoyub kafirləri özlərinə dost və ərxa tuturlar. İzzət və qüdrəti onların yanında axtarırlar. Şübhəsiz ki, bütün izzət və qüdrət Allaha məxsusdur. Bu, izzəti düşmənlə əlaqədə və yaxınlıqda görənlər üçün aydın bir xəbərdarlıqdır. İmam Hüseyn bizə öyrətdi ki, izzət haqqın yanında dimdik dayanmaqdadır. Yoxsa oyuncaq qüdrətlərin qarşısında diz çöküb baş üstə deməkdə deyil. Biz uşaqlıqdan "Ya Hüseyn" səsi ilə böyüyən bir nəsilik. İzzəti şeytanla müqavilə bağlamaqda deyil, Allaha bəndəlikdə görən bir nəsil. Biz İmam Hüseyn millətiyik. Məktəblərdən, küçələrdən elə uşaqlar yetişib ki, İsrailə ölüm sözünü sadəcə bir şuar kimi yox, ürəyinin lap dərinliyindən fəryad edirlər. Və bu, düşmənin hər hansı bir silahdan daha çox qorxduğu şeydir.